Ana bətni. Düşündüyümüzdən də həyatımızda çox böyük, emosional təsiri var. Həyatımızı şəkilləndirir, gələcəyimizi şəkilləndirir. Eee, Ana, övladına hamilə olanda hansı duyğularda idi? Nələr düşünürdü? Sən istənilən uşaq idinmi, yoxsa istənməyən uşaq idinmi? Ana keçirdiyi duyğular əgər qorxu, stres, həyəcan, ayrılıqlar, xəyanətlər, boşanmalar yaşanıbsa, bu həmin, uşağın həyatında çox böyük çatlar, neqativ, ağır izlər, buraxır. Əgər ki, sən istənilməyən, bir övlad idinsə, abort olunmaq istədin və yaxud da qız idin, oğlan bilirdilər, səni dünyaya gətirsələr də, niyə oğlan olmadı duyğusu, səndə çox böyük ağır travma yaradır. Amma sən bu hekayənin fərqində deyilsən, bu sənə yük olaraq, emosional olaraq yüklənir və yaxud da sən oğlan idin, biz qız istəyirdik, qız gözləyirdik. Fərqi yoxdur. Yaradanın yaratdığı, yaradanın ol əmri ilə var olan bir övlad olası idi, amma bunu insan öz niyyəti ilə, öz hədəf və məqsədləri ilə təslim olmadığına görə və ya ailədəki digər problemlərə, proseslərə görə həmin o hekayələr səndə fərqli şəkildə, emosional duyğu, proqram və kodlaşdırdı. Və bu kodlar sənin həyatında, sən yaşa dolduqca, sənin həyatında özünü bəyənməmə, özünü qəbul etməmə, istər fiziksel olsun, bədən boyutunda, istər ruhsal olsun, özünü doğru ifadə edə bilməmə, utanc duyğusu, tez-tez özünü danlama, peşmançılıqlar, səhv olduğunu bilə-bilə atdığın addımlar, aqressiya, özünü uğursuz bilmək, və yaxud da təkrar edən, proseslər həyatında baş verirsə, bu sənin, ana bətnin proqramın olma ehtimalı çoxdur. Çünki bir insan anasının bətnində, o 9 ayda biz duyğusu ilə, çünki uşaq ananın bətnində biz duyğusundadır, birlikdədirlər. Sonra oradan alır proqramı, sonra keçir sən duyğusuna, hamı deyir sən deyə yanaşırlar və 6+ yaş olur, keçir mən duyğusuna. Artıq o zehinli, prosesdə o yaşadıqlarını sanki düşünür ki, özümün seçimimdir, mənim duyğularımdır, yanlış və ya doğru fərqi yoxdur. Bunlar artıq bəzi mənfi kodlar, mənfi yanaşmalar, yaradılışının üzərində yüklənmiş emosional həyəcan, qorxu, stres, istənməmə, peşmançılıqlar, kəşkilər, aqressiv, həll olunmayan, həzm olunmayan və ya basdırılmış duyğular sənin hal-hazırki həyatına çox böyük təsir edə bilər. Əgər bu sadaladığım, vəziyyət içindəsənsə, müraciət edə bilərsən, sənin ana bətnindəki, ruhsal dalğanı, ruhsal enerjini yoxlayıb, sənin hal-hazırda yaşadığın, qəbul etmədiyin, həll edə bilmədiyin, həzm edə bilmədiyin, səndə emal olunmayan vəziyyəti, tamamilə net şəkildə açıqlayıb sənə bildirə bilərik. Bunun üçün diaqnoz yaz, sənə geri dönüş edəcəyik.